Salam dostlar, kanalıma, yeni vloguma xoş gəldiniz. Bugün sizlərlə bir yerdə az həyəcanlı, biraz maraqlı mövzu paylaşmaq istəyirəm. Və bu mövzu da ballı haqqındadır. Elə açılışı da onunla elədim. Söhbət ondan getdiyi üçün. Son vaxtlar ballıda dəyişikliklər hiss eləyirəm. Və açığı biraz şübhələnmişəm və bu şübhələrimi, müşahidələrimi, hiss etdiklərimi sizlərlə bir yerdə bölüşmək istəyirəm. Burada da imkan vermədi Doriş. Bir video çəkmək istirdim. Balını tamam bədənini, hər yerini göstərmək istəyirəm. Yəni tam şəkildə görəsiz deyə nə dəyişikliklər hiss eləmişəm. Hər videoda da Doriş imkan vermir video çəkməyə. Bilmirəm indi aydın görürsünüzmü? Çalışdım ki, hər tərəfli çəkim, daha aydın çəkim. Çünki balını sığallayanda, oynadanda, sevələyəndə bir yerdə durmur. Yəni hər tərəfini çəkə bilmirəm. Yəni o biri vlogda da görmüş olarsınız ki, yəni bir yerdə durmur. Belə Dorin kimi bütöv durmur, qaçır, özünü sığalladır, bir yerdə durmur. Burada da vaxt keçirirdim, onlarla hava yaxşı idi. Çıxıb pişiklərimlə vaxt keçirirdim. Simboşum da gec-gec gəldiyi üçün onunla da biraz oynadım. Simboş çox ağıllıdır, elə bəbəlikdən sakit pişikdir. Yəni belə dalaşqan pişik olmayıb heç vaxt. Onun da başını hər oyun açıram, hər trendə qoşuram. Balacalıqdan elə o belə öyrənib. Pişiklərimin ən sakitidir deyə bilərəm. Ən sakiti, ən mağmın, belə sakit pampaq pişikdir. Gəldiyi ilə sizə şübhələrimdən danışmağa. Deməli, dostlar, mən balının hamilə olacağını düşünürəm. Bax, bilmirəm şübhələrim doğru çıxar ya yox, amma balının qarnı şişib. Yemək tez-tez yemək istəyir. Bilmirəm kökəlib, bəlkə də kökəlib indi, bəlkə də kökəlib, amma yəni bir ara mən sizə vlog çəkmişdim. Ballı evdən qaçırdı. Yanvar ayında, bilmirəm, baxanlar bilər. Vlog çəkmişdim. Ballı evdən qaçmışdı. Yəni şeylər qaçanda bilirsiniz də. Yəni çox vaxt hamilə olaraq geri qayıdırlar. Ona görə biraz şübhələnirəm. Həm də yemək yeməsi, tez-tez yemək yeyən pişik olmayıb heç vaxt. Amma indi tez-tez açır. Tez-tez. Yəni qarnı da şişib. Bəlkə də kökəlib yenə də deyirəm. Amma mən şübhələnirəm nəsə ballıdan. Siz nə deyirsiniz? Qarnının şişməsi kökəlmə əlaməti ola bilərmi? Yoxsa mənim? Bəlkə də mən tez şübhələnmişəm. Bəlkə də sadəcə kökəlmədir. Hər evdən qaçan, hər kökələn pişik də hamilə olacaq deyə bir şey yoxdur. Bilirsiniz, pişiklər 65-67, yəni təxmini 2 aya balaları olur, bəbələri olur. İnşallah ki, bəbələri olsa çəkib paylaşaram, olmasa da çəkərəm. Əsas odur, canı sağ olsun. Bəbələri olsa da özü kimi gözəl olar. Əvvəlki vloglarıma baxanlar bilir, balının 4 dənə gözəl balası olmuşdu. Hər biri də gözəl ailələrə qismət oldu, sahiblənildi. İnşallah ki, bu balalarına da gözəl sahib tapılar. Mən hər anını çəkib paylaşaram, inşallah ki, bəbələri olsa. Pişiklərimin hər anını çəkib paylaşmaq istəyirəm kanalımda, videomda. İnşallah ki, bunu da çəkib paylaşaram. Baxın, burada da qarnı, yəni yumurudur. Normalda belə olmurdu balının qarnı. Həmişə düz olurdu. Ya da bəlkə kökəlib, bəlkə mən səhv şübhəyə düşmüşəm. Bilmirəm. Gələcək aylarda görərik, gələcək vloglarda inşallah ki. İzləmədə qalmaq üçün kanalıma abunə olun. Bu vlogda şərhləriniz həqiqətən mənə çox maraqlıdır. Şərhlərdə fikirlərinizi yazsa sevinərəm. Burada da balını muncuqla bəzəmişəm, sep taxmışam. Yaraşıbmı ballı qıza muncuq, sep? Ona da istəyirəm bir boyunluq alım. Nə rəng boyunluq alım? Ağ mı, qırmızı mı? Muncuğu taxdım ki, görək bu rənglər ona çox yaraşdı. Bu tonlarda bir şey almaq istəyirəm. Elə dostlar, şübhəli, maraqlı, həyəcanlı hisslərimi istədim sizlərlə bölüşüm. Siz nə deyirsiniz? Sizcə ballı hamilədirmi? Yoxsa mənmi səhv şübhəyə düşdüm? Videomuzun sonuna gəldik. Burada da balımı gönlünü almağa çalışıram. İnşallah bəyəndiyiniz bir vlog olar. Axıra qədər baxdınızsa mütləq bəyənməyi unutmayın. Özünüzə və pişiklərinizə yaxşı baxın. Sağ olun.